Bugünkü mövzu budur ki, biz Adəm övladı, insanlar necə nətər yarandıq? Bacı qardaşdan yarandıq, yoxsa Allah Subhanahu taala başqa bir məxluqlar da endirdi, yaratdı, onlardan yarandıq? Bu sualı tam olaraq bilməkdən ötürü izləyin. Adəm əleyhissalamın övladları bir-birinə necə evlənib? Sualı belə qoyurlar ki, iki qardaş, iki bacı idisə, nəsil artımı necə baş vermişdir? Bu bir tarixi məsələdir, çox da əhəmiyyəti yoxdur, amma kitablara, alimlərin rəyinə müraciət etdikdə burada əsasən bir neçə rəy diqqətimizə çatır. 1. Məcburiyyət və zərurət üzərindən, xahiş edirəm, sözümə diqqət edin, məcburiyyət və zərurət üzərindən bacı-qardaş ehtimalında verənlər olub. 2. Bizdən qabaq yer üzərində yaşayan insanlar, müəyyən tayfalar var, onlarla evləniblər. 3. Cin tayfası ilə evləniblər. Cinlər də Quran-Kərim əsasən yer üzərində bizlə bir yerdə yaşayanlardır. Onların da artımı, şəhvəti var. Cinlərlə evləniblər. 4. Ki, ən çox hədislərimizdə verilən ehtimal behiştdən göndərilən qadınlarla evlənilmişdir və nəsil bundan sonra artmışdır ki, daha bundan. Sual verirlər ki, bu məsələ haqqında danış. Bu adam da deyir ki, bu tarixi bir məsələdir. O qədər də əhəmiyyətli məsələ deyil. Subhanallah. Birinci, tarixi məsələ deyil. Bu məsələ şəriəti məsələdir. Bu məsələ Adəmdən Xatəmə kimi olan bütün peyğəmbərlərin dönəmində bilinən bir məsələdir. Utanmaza bax. Əlbəttə ki, sən istəyirsən ki, sənin izləyicilərini sən bir türlü olaraq başqa tərəfə göndərəsən. Necə ki, göndərmirsən. Tarixidir. Əhəmiyyətli məsələ deyil. Bu Quran-ı Kərimdə var. Necə? Yəni Allah boşu-boşuna danışdı. Tarixi məsələdir, çox da əhəmiyyəti yoxdur, amma tarixi məsələdir, çox da əhəmiyyəti yoxdur, amma tarixi məsələdir, çox da əhəmiyyəti yoxdur, amma və sualın cavabını Allahın kitabında olmasına baxmayaraq nəyə aparır? Alimlərin rəyinə. Əlbəttə ki, sənin alimin Allah deyil ki, sənin alimin bəşərdir, bəşər, Adəm övladıdır. Saxta əmmaməli olan insanlar var, onlardır. Hörmətli izləyicilər, ey sənmiş yerlər, bu məsələnin tam olaraq versiyasına inşallah baxın və bilin ki, biz həqiqətən də bir insandan yaranmışıq. Bir insandan yaranmışıq. Bunu Allah deyir və şiələrin də elm tələbələri deyir və alimləri deyir və kitabdan da sizə dəlilləri gətirəcəm. Məsələdir, çox da əhəmiyyəti yoxdur, amma kitablara, alimlərin rəyinə müraciət etdikdə burada əsasən bir neçə rəy diqqətimizə çatır. Uca Allah buyurur və o ikisindən çoxlu kişilər və qadınlar törədi. İnsanlar necə çoxaldı və nəsil artımı necə oldu? Mən sizə demişdim ki, bu mövzu üzərində çox dayanmayacağam, amma bir qədər danışmalı olacağam ki, sizdə təsəvvür yaransın. Çünki xatırlayıram, bir neçə il əvvəl bu məsələdə Kəvsər kanalında danışanda çoxlu suallar gəlmişdi. Adəmlə Həvvadan sonra nəsil artımı məsələsinə nə cavabımız var? Bir üsul Quran idi, yəni Qurandan ayələrlə. Başqa bir araşdırma üsulu isə rivayidir, yəni hədislərə baxmaqla. Üçüncü qaydada isə araşdırmanın nəqli dəlillərlə bir əlaqəsi yoxdur. Əksinə, başqa elmlərə müraciət etməliyik ki, onlar bizə desinlər görək, insan necə yaranıb? Adəmdən sonra nəsil necə meydana gəlib? Necə çoxalıb? Necə bugünə qədər gəlib çıxıb? Quran bu barədə bizə nə deyir? Quranda deyilib ki, sizi tək, vahid nəfsdən yaratdıq. Tək nəfs yəni kim? Adəm peyğəmbər, bəşəriyyətin atası. Quranda sonra deyir ki, ondan zövcəsini yaratdıq, yəni kimi? Həvvanı. Ayə açıq-aşkardı və o ikisindən çoxlu kişilər və qadınlar törədi. Bismillahirrahmanirrahim. Bəs Adəm və Həvvanın övladlarından sonra ikinci təbəqə necə törəyib çoxaldı? Qardaşlar öz bacıları ilə evləndi. Bunu qəbul eləmək üçün nəsə başqa dəlil lazımdır, yoxsa yox? Bu nəticəyə gəlmək üçün əlavə nəsə sübuta ehtiyac var?
Xeyr, əsla. Onsuz da aydın məsələdir. Çünki ayədəki tək nəfsdən məqsəd Adəmdir, ondan zövcəsini yaratdıq sözündən məqsəd isə Həvvadır. Və bugünkü çoxlu məxluqat Adəm və Həvvadan törəyib. Bəs bu ikisindən hansı formada törəyib çoxaldılar? Adəmin oğulları üçün Allahın göydən bir hurni indirdiyini və ya bir cinni gətizdirib Adəmin oğlanları ilə evləndirdiyini deyən rəvayətləri qəbul etmək mümkün olan bir şey deyil. Bunlar bir qrup rəvayətlərdir. Başqa bir qrup rəvayət də deyir ki, sizin Adəminizdən əvvəl başqa bir Adəm də olub. Ola bilsin ki, bunlar həmin Adəmin nəslindəndir. Bunlar biri-biri ilə evlənib, müxtəlif ehtimallar mövcuddur. Bütün bu rəvayətləri toplayıb divara çırpmalıyıq. Niyəmi? Çünki bir mövzuda çoxluq sayda fərqli mənada zidd hədislər varsa, onları Quran ilə tutuşturmalıyıq. İndi bu mövzuda Quran bizə nə deyir? Deyir ki, insan nəsli ancaq Adəm və Həvva vasitəsilə çoxaldı. Üçüncü bir ünsürdən bəhs olunurmu? Xeyr. Deməli, mövzu bağlandı. Yalnız o halda bu nəticə dəyişə bilərdi ki, hədisləri Qurana tutuşturmaq metodu olmayaydı. Necə ki, əxbari məktəbinin ümumi metodu belə idi. Əxbari metodu bizə deyir ki, bir mövzuda fərqli hədislər mövcuddur və bir-birini ziddir, onda o məsələdə susmalıyıq. Allaha həvalə eləməliyik. Çünki hədislər ziddiyyətlidir, biri onu bu şəkildə yozur, biri başqa şəkildə, biri deyir təqiyyədir, biri deyir işgallıdır və s. Yəni burada onlar Qur'ani araşdırmanı hesab və etibara daxil edirlər ya yox? Etmirlər. Amma əgər Quran üzərindən araşdırmanı nəzərə alsaq, necə ki Əllamə Seyid Təbatəbai də, Şeyx Cavad Amuli də Qurana əsaslanırdı, onda nəticə ortadadır. Seyid Təbatəbai Əl-Mizan kitabının 4-cü cildinin 136-cı səhifəsində açıq və aydın şəkildə bu cür deyir. Ayənin zahiri budur ki, mövcud insan nəsli Adəm və onun zövcəsinə qayıdır. Və bu işdə onlarla birlikdə başqa heç kəs iştirak etməyib. Yəni insanların artımında üçüncü bir şəxs iştirak eləməyib, istər cin olsun, istər əvvəlki sivilizasiyadan qalma hər hansısa insan olsun, istər huri, istərsə də hər hansısa başqa bir varlıq. Çünki ayə açıq şəkildə deyir ki, o ikisindən törədi. Əgər onlardan törədi desəydi, deyərdi ki, deməli başqa bir varlıq da var. Amma ayə deyir ki, və o ikisindən çoxlu kişilər və qadınlar törədi. Ayə demir ki, o ikisindən və başqalarından törədi, yaxud onlardan törədi demir ki, biz deyək ki, onlar sözünün içində say çoxluğu var. Fərqi görürsünüz? Diqqət edin. Deməli, bundan iki nəticə çıxır. Birincisi, insanların çoxluğu onların nəslindən birbaşa və ya vasitə ilə törəmişdir. İkinci çıxan nəticə isə budur ki, Adəm və Həvvadan sonraki ilk təbəqədə, yəni onların övladları arasında evlilik, qardaşlar və bacılar arasında baş vermişdir. Ayəni belə başa düşən şəxs üçün bundan qaçış yoxdur. Tək vahid nəfs Adəmdir və ondan zövcəsini yaratdı sözündən məqsəd Həvvadır. Buna görə də eyni iradla vahid nəfsin Adəm olduğunu, ondan zövcəsini yaratdığının Həvva olduğunu, həmçinin Adəm və Həvvanın növ deyil, məhz şəxs olaraq Adəm və Həvva olduqlarını qəbul edən hər kəs reallıqla qarşılaşır. Bundan qaçış yolu yoxdur. Buna görə də gəlin ustadımız Şeyx Cavad Amulinin farsça təsnim təfsirinə baxaq. 17-ci cild 122-ci səhifədə görək nə deyir? Xülasə olaraq, rəvayətləri nəzərə alaraq, çıxan nəticə budur ki, bütün insanların Həzrəti Adəm və Həvvadan yaradılması və həmçinin Adəmin övladlarının bir-biri ilə evlənməsi o dövrün şəriətinə uyğun olaraq icazəli olmuşdur. ازدواج فرزندان آدم با یک دیگر مطابق شریعت اون زمان روا بوده است. Məsələ bitdi. Bu məsələni qəbul etməkdən qaçışınız yoxdur.
Başqa bir yerdə daha açıq şəkildə 191-ci səhifədə belə deyir. Çünki Adəmin övladlarının çoxalması bacı qardaş evliliyi ilə olmuşdur. Açıq-aşkar qeyd edir ki, qardaşlar və bacılar bir-biri ilə evlənmişdi. Sonra 192-ci səhifədə buna heç bir etiraz bildirmir. Daha sonra 203-cü səhifədə Ustadı Əllamə Təbatəbainin nəzəriyyəsini nəql edir. Rəvayətlər arasındakı ziddiyyəti belə aradan qaldırmışlar. Çünki hədislər ziddiyyətlidir. Bəzi hədislər deyir ki, bacı-qardaş evliliyi olub, bəziləri isə deyir ki, huri və ya cinni ilə evləniblər. Övliyalar və imamlar huridən, digər insanlar isə cinlərin nəslindəndir. Bunlar hamısı etibarlı olaraq vəsf edilən kitablarda mövcud olan rəvayətlərdir. Siz bunlara nə deyirsiniz? Necə adı? Şərif rəvayətlər. Bunu da yadda saxlayın ki, o adı verənlərə əsaslansaq, o hədisləri müzakirə etmək istəyəndə sanki aləmlərin Rəbbi ilə müzakirə edirsiniz. Çünki şərafətli kitabın şərafətli hədisləri olaraq insanlara çatdırılır. Çünki onlar dayanmadan şərif deyirlər. Görürsünüz? Deyirlər Əl-Kafi, Əş-Şərif. Sanki bu artıq mütəvatirdir. Bilmirəm bu şərif haradan gəlib çıxır. Həmin hədislərdən fərqli olaraq ayə haqqında danışanda bu şərafətli sözündən istifadə yerinə düşər. Niyə? Çünki ayə müqəddəsdir və qəti ilahi kəlamdır. Ustad Əllamə Təbatəbainin sözlərini nəql edən Cavad Amuli bu cür qeyd edir. Əllamə Təbatəbainin getdiyi yol dərin fiqhi və elmi bir yoldur. Niyə bu nəticəyə gəlib çıxıb? Çünki bundan qaçış yoxdur. Niyə? Çünki ayə deyir ki, vahid tək nəfs bəşərin atası Adəmdir. Və ondan zövcəsini yaratdı sözündən məqsəd Həvvadır. Sual yaranır. Bismillahirrahmanirrahim. Ayənin harasında nəfsi vahidənin Adəm, zövcəsinin isə Həvva olduğu deyilir? Ayədə buna dair bir şahid var. Deməli, indi qarşımızda bir müfəssir, filosof və arif var. Onlar hansı baxışla bunu deyib? Hədis baxışı ilə. Çünki hədislər bizə deyib ki, vahid tək nəfsdən məqsəd Adəmdir və bundan qaçış yoxdur. Buna görədir ki, Muhammed Əbdu və Rəşid Rıza 4-cü cildin 268-ci səhifəsində Nisa surəsinin 1-ci ayəsinin təfsirində belə deyirlər. Müfəssirlərin böyük əksəriyyəti burada nəfsi vahidəni Adəm kimi təfsir etmişdir. Necə ki, məşhur və qəbul olunmuş görüş budur. Deyirlər, bunu hardan götürüblər? Onlar bunu nə ayənin mətnindən, nə də ayənin zahirindən götürməyiblər. Çünki nə ayənin mətni, nə də zahiri nəfsi vahidənin Adəm olduğunu demir. Onlar bu məsələdə də ayəyə paralel hədislərə baxıblar. İndi başa düşürsünüz, rəvayət yönümlü oxunuşun, Quranın... Bu məsələ Allahın kitabında, yəni açıq aydın olduğu təqdirdə Ən-Nisa surəsi 1-ci ayəni oxuyun. Allah Subhanahu taala bizə deyir ki, ey insanlar, hamınız bir nəfərdənsiniz, Adəmdənsiniz və Adəmdən də Həvva. Adəm və Həvvadan gəlmişik biz, aydındır. Yəni, Quran-ı Kərimə iman gətirmək necə də hasandır. Əlbəttə ki, bu kimi kafirlər, bəli, bu kimi kafirlər ki, biz yəni başqa şeylərdən yarandıq. Yəni bu məsələ Quran-ı Kərimdə açıq və aydındır da. Siz elə bu ayələrdə, siz elə başqa ayələrdə özünüzü göstərirsiniz ki, yox, biz alimlərə gedəcəyik, yox, biz tarixə gedəcəyik. Gedin, ibadət etdiyiniz alimlərə gedin, ibadət etdiyiniz tarixə gedin. Allaha tərəf getməyin. Ey sənmiş yerlər, baxın, bu məsələdə bunları dəstəkləməyin, bunların
sosial şəbəkələrinə like olaraq basmayın. Siz bu kimi Quran inkarçılarını dəstəkləyərək özünüz də kafir olacaqsınız. Kafiri dəstəkləmək olmaz. Kafirdən uzaq gəzmək olar. Və Allahın ayələri var. Möminlərin sifəti bunlardır ki, onlar kafirlərə qarşı sərt olarlar. Möminlərə qarşı isə mülayim olarlar. Amma bu günləri çoxunuz kafirlərə qarşı məhəbbət ayırmışsınız. Bu kimi insanların arxasında durub namaz qılmayın. Bu kimi insanların arxasında durub namaz qılmayın. Yoxsa namazınız qəbul olmayacaq. Ərəb surəsinin 172-ci ayətini oxuyun. Açıq-aşkar olaraq ayətlər bizim yanımızdan keçir, biz elə ağızları güdürük. Ağa, gözün var, qulağın var, qəlbin var, ağzın... Möhürlüdür səndə? Elə isə elə buna qulaq as. Möhürlüdürsə elə qulaq as. Lazım deyil sənə ayət. Onsa dəyəcək, oxuyarsan, xırtdəyindən qəlbivə getməyəcək. Elə tamam, elə bunu dəstəklə. Bu necə kafirdirsə, elə sən də ol elə kafir. النتيجة هذه مولانا. Seyyid Təbatəbai Əl-Mizan kitabının 4-cü cildinin 136-cı səhifəsində açıq və aydın şəkildə bu cür deyir. Ayənin zahiri budur ki, mövcud insan nəsli Adəm və onun zövcəsinə qayıdır. Və bu işdə onlarla birlikdə başqa heç kəs iştirak etməyib. Yəni insanların artımında üçüncü bir şəxs iştirak eləməyib, istər cin olsun, istər əvvəlki sivilizasiyadan qalma hər hansısa insan olsun, istər huri, istərsə də hər hansısa başqa bir varlıq. Çünki ayə açıq şəkildə deyir ki, o ikisindən törədi. Əgər onlardan törədi desəydi, deyərdi ki, deməli başqa bir varlıq da var. Amma ayə deyir ki, və o ikisindən görə də gəlin ustadımız Şeyx Cavad Amolinin farsça təsnim təfsirinə baxaq. 17-ci cild 122-ci səhifədə görək nə deyir? Xülasə olaraq, rəvayətləri nəzərə alaraq çıxan nəticə budur ki, bütün insanların Həzrəti Adəm və Həvvadan yaradılması və həmçinin Adəmin övladlarının bir-biri ilə evlənməsi o dövrün şəriətinə uyğun olaraq icazəli olmuşdur. ازدواج فرزندان آدم با یک دیگر مطابق شریعت اون زمان روا بوده است. Məsələ bitdi. Bu məsələni qəbul etməkdən qaçışınız yoxdur. Başqa bir yerdə daha açıq şəkildə 191-ci səhifədə belə deyir. Çünki Adəmin övladlarının çoxalması bacı-qardaş evliliyi ilə olmuşdur. Açıq-aşkar qeyd edir ki, qardaşlar və bacılar bir-biri ilə evlənmişdi. Sonra 192-ci